Bu S55 AMG yeganə Mercedeslərdəndir ki, burada Mercedeslilik var. Əsl Mercedes sürdüyünü burada hiss eləyirsən. Avtomobil cimbaladır, oxuyur, istənilən anda da hərəkətə hazırdır. Qaza reaksiya anidəndir, partlayıcı effekt verir. 500 at gücü həmin andaca təkərdədir. Salon tərtibatı, dəri, dizayn hamısı üst səviyyədədir. Düzdür, qəmli tarixi olan bir S-Class deyirlər bu avtomobilə. Nəyə görədir? Avtomobildə çox nəzərə çarpan plastik elementlərin deformasiyası olur. Məsələn, günlüklərdə olur və sair yerdə soft touch örtük olur ki, çox tez sıradan çıxırdı həmin vaxtlar. İndiyənə qədər də təsadüf eləyir. Avtomobil sahibləri həmişə bundan şikayət ediblər. Bu heç ona rəvac da vermir ki, bu avtomobildən imtina edəsən. Bu S-Class-da əsl S-Class oturuşunu alırsan, sol əlin sükanda, sağ əlin dirsək altında və rahat əmin şəkildə hərəkət edirsən. Bunun əslində səbəbi də var. Avtomobillə hərəkət edərkən sakit, təmkinli yolda davam eləyirsən. Deyək ki, sənə lazımdırsa ani sürətlənmə, avtomobil onu anidən partlayış kimi verir sənə. Kimi keçmək lazımdırsa keçəcəksən, ötmə əməliyyatında heç vaxt problem yaşamayacaqsan. 5.5 litrli V8 kompresor, 500 at gücü, 700 Nm fırlanmanı 0-dan 100-ə kimi 4.9 saniyə sürətlənmə, ABC askı sistemi, hidropnevmatik askı sistemi ki, məhz bu avtomobillərdə tətbiq olunub. Avtomobilin ən gözəl özəlliklərindən biri ki, 95% krenləmənin qarşısını alır.